Məncə ən rahat və tez hazırlanan mürəbbə çiyələk mürəbbəsidir. Bu cür gözəl rəngli, gözəl şirəli mürəbbə necə hazırlanır? Mürəbbəyə uyğun çiyələklər seçilir, yuyulur, sonra saplaqları təmizlənir və 1 kiloqram çiyələk üçün 1 kiloqram şəkər tozu götürülür. Şəkər tozundan bir az çiyələklərin üzərinə səpilir. Qalan şəkər tozu ilə şərbət hazırlanır. Yəni 1 kiloqram şəkər tozunun üzərinə yarı stəkan qədər su əlavə edirik və şərbət hazır olan zaman çiyələklərin üzərinə əlavə edirik. Qaynara düşənə qədər zəif odda olur. Qaynadıqdan sonra gur odda qaynayır və 1 stəkana qədər şərbətdən götürürük. Sonra mürəbbə tez bir zamanda qaynara düşməyə başladıqdan sonra 15-16 dəqiqə müddətində mürəbbə hazır olur. Mürəbbə gur odda hazırlanır. Yanında durmaq lazımdır. Köpüklər tez-tez yığılmalıdır ki, daşmasın və bu cür hazırlanan mürəbbə çox gözəl olur. Rəngi tünd olmur, şirəsi də lap yerində olur. Bizim mürəbbə artıq bu cür gur halda qaynayır və hazır olmasına da yaxınlaşır. Hazır olan zaman çiyələklərin içərisinə sanki şərbət dolur və şərbət çiyələyin içərisində qaynayır. Sonda üzərinə bir azca limon duzu əlavə edirik. Çiyələk mürəbbəsi qəndləşməyə meyilli deyil, amma yenə də bir çimdik limon duzu mürəbbənin rəngini daha gözəl edir. Uzun müddətli sağlam qalmağına köməklik göstərir. Artıq bizim mürəbbəmiz hazırdır. Ləyənin altını söndürürük. Sonra köpükləri yığırıq. Köpükləri təmiz yığmaq üçün ləyəni tərpədirik. Köpüklər mərkəzə yığılır və salfet kağızının köməyi ilə tərtəmiz təmizləyirik. Bu cür gözəl rəngli, şərbəti özü gözəl, əzilməyən, dən-dən olan çiyələk mürəbbəmiz hazırdır.